Sahabelər buyurdular ki, ey Allahın elçisi, bizim oruç tutanı iftar verməyə heç nəyimiz yoxdur. Necə iftar verək? Rasulullah sallallahu əleyhi və səlləm hədisində buyurur ki, bir xurma dənəsi belə olsa, oruç tutana iftar ver. Bir qurtum süd olsa belə, oruç tutana iftar ver və bir qurtum su olsa belə oruç tutana iftar ver. Və hədisin ardında buyurur ki, kim oruç tutana su verərsə, Allah qiyamət günü mənim hovuzumdan, yəni Peyğəmbər sallallahu əleyhi və səlləmin hovuzundan ona su içizdirər və cənnətə girənədək o heç vaxt susuzlamaz. Qiyamətin o istisin, hədislərdə yəqin ki eşitmisiniz. O gün heç bir kölgələrin olmadığı bir gün. O istidə Allah subhanahu taala onu hovuzundan su içizdirər, cənnətə girənədək heç vaxt susuzlamaz. Fikir verin, bu əməlin, bu savabın əzəmətliliyinə görə. Verdiyi yaxşılıqlardan sən yedizdirmisənsə, onlardan, onun savabından azalmamaq şərti ilə sənəd yazılır. Görün necə hasant bir əməldir.